Ölkəmizdə müvafiq institutlarda dini jurnalistikanın olmamasının fəsadları haqqında danışmaq istəyirəm. Bu, bir çox telekanallarda olan dini verilişlərdə özünü büruzə verən nöqsanlarla nəticələnir ki, bu da ölkəmizdə əhalinin dini sarıdan düzgün maariflənməsinə ciddi şəkildə xələl gətirir. Bu, vaxtilə yol verilmiş boşluqlardan irəli gəlir ki, dini jurnalistika fakültəsi və yaxud da ixtisası peşəsinə yiyələnmək üçün şərait yaradılmamışdır. Bu gün də təbii ki, qloballaşan dünyada müasir texnologiyanın inkişaf etdiyi bir dövrdə digər məsələlər kimi dini təbliğat da müasir üsullarla, dini maarifləndirmə də müasir üsul və metodlarla aparılır. Artıq orta əsrlərdəki qaydalar ikinci mərhələyə keçibdir. Yəni, xütbə, məsciddə moizə vermək, insanları toplayıb çıxış etmək, təbii ki, bu bir dini qayda olaraq davam edir, necə deyərlər, şərait də yaradılır. Ancaq əsas sağlam, müasir üsullarla bütün təbəqələrin dini və mənəvi dəyərlər cəhətindən maariflənməsi üçün müasir metodlar, ha belə, o cümlədən saytlar, müxtəlif sosial şəbəkələr, internet vasitələri, əsasən də media və belə deyək ki, televiziyalar buna daxildir. Dini jurnalistika üzrə ixtisaslaşmış kadrların olmaması həmin dini verilişlərdə aparıcılıq edənlərin və yaxud da buna təşkilatçılıq edənlərin yol verdiyi böyük nöqsanlarla nəticələnir. Bu, maariflənmə adlanırsa əgər, bu o qədər də effekt vermir. Ona görə də başqa qruplar bu məsələnin qane etmədiyinə görə müxtəlif sosial şəbəkələr vasitəsilə, müxtəlif blogerlər vasitəsilə demək, YouTube kanalları, internet saytları, şəbəkələri açaraq öz istiqamətlərində demək, bu dırnaqarası təbliğatlarını davam etdirirlər ki, bu da bir çox fəsadlara yol açır. Sağlam, mötədil dini təbliğatla paralel olaraq həmin qeyri-ənənəvi cərəyanların, fikirlərin, axınların da təbliğatını biz müşahidə edirik ki, təəssüf olsun ki, dindən və necə deyərlər, bu məsələlərdən o qədər də məlumatı olmayan zümrə də həmin şəxslərin, həmin xətlərin təsirinə düşmüş olurlar. Ona görə ya Azərbaycan İlahiyyat İnstitutunda və yaxud da müvafiq jurnalistika fakültəsinin institutunun tərkibində Dövlət İnstitutunun bu dini jurnalistika ixtisası olmalıdır və yaxud da müvafiq şəkildə bununla bağlı əlavə bir kurslar təşkil oluna bilər, hansısa bir üsulda buna Təhsil Nazirliyi demək baxa bilər. Son dönəmlərdə bir qədər də orta məktəblərdə dini maarifləndirmə və yaxud da ki, dini təhsilin necə deyərlər, verilməsi ilə bağlı təkliflər səsləndirildi. Mən qeyd etmək istəyirəm ki, bu dini jurnalistika məsələsinin həll edilmədiyi bir təqdirdə həmin məsələ də effekt verə bilməz. Çünki bugün bir çox telekanallar sanki dinə, mənəvi dəyərlərimizə də yer ayırmaq istəyirlər və müəyyən qədər ayırırlar da, hərçənd ki, bu qane edici deyil. Din məsələsini bəzən şoya çevirirlər. Bəzi mən kanal adları çəkmək istəmirəm, Ulabisin ikinci çıxışımda çəkdim də, hətta bir-iki dəfə mənim özümü də dəvət ediblər. Sanki bu, təbii ki, indi bu telekanalların öz maddi biznes maraqları var. Bunlar adətən reklam gətirici, şou yaradıcı məsələlərə önəm verirlər və bəzən də populyar qonaqları dəvət etməyə üstünlük verirlər ki, müəyyən qədər də qalmaqallı mövzular olsun. Ancaq bu din elə bir həssas məsələdir ki, dini mövzulardan qalmaqal xatirinə sui-istifadə edib maddi vəsait əldə etmək və yaxud da öz maddi mənafelerini güdmək bir növü mənəvi vətənə xəyanətdir. Mən ona görə bu məsələləri qeyd edirəm ki, bir çox fikirlərimizi ifadə etməyə vasitələr tapmırıq. Yəni, vaxt, imkan və öz resurslarımız da çox məhdud olduğuna görə bu televiziyalarda lazımlı və ölkəmiz üçün, xalqımız üçün mühüm məsələlərin ətraflı şəkildə izahına şərait yoxdur. Bu saytlar və yaxud da sosial şəbəkələr buna kifayət etmir. Onun əhatə dairəsi o qədər də geniş deyil və yaxud da ki, bizim o qədər maddi resurslarımız, imkanlarımız bəzilərinki kimi geniş olmadığına görə dövlət-din münasibətlərinin sağlam şəkildə
yaşadılması üçün və təbliğatı üçün doğru, dürüst, sabit qədəm şəkildə maarifləndirilmənin aparılmasında ciddi əziyyətlər çəkirik. Həmin verilişlərdə mən şəxs adları çəkib və yaxud da kanal adları çəkib ünvanlı şəkildə tənqid etmək istəmirəm. Çünki əvvəldə qeyd etdiyim dini jurnalistikanın olmamasının yaratdığı zəmində, boşluqda bu yaranmış bir nöqsandır. Ancaq hər halda qeyd etmək lazımdır ki, elə verilişlərdənsə onu aparmamaq yaxşıdır. O verilişlərin olmaması yaxşıdır. Mən bunu bir dini ekspert kimi deyirəm. Çünki bəzən həmin kanalda iki müğənnini dəvət edib ki, biri sənə dünən belə demişdi, biri belə demişdi və bu qalmaqal yaradırlar, baxış, reklam gətirsin. Dini mövzuları da eyni üsulla aparırlar. Sabaha günü də bir ya iki ilahiyyatçını və yaxud da digər başqa bir sahənin adamını çağırıb, hansısa bir qalmaqallı mövzu atırlar ortaya. Tutaq ki, hədislərə əməl etmək lazımdır ya lazım deyil. Bu, böyük bir rezonans, bir çaxnaşma yaradır kanalda və nədir, baxış sayı artsın. Bu, dini maariflənməyə xidmət etmir. Bu, həmin telekanalın reytinginin qalxmasına xidmət edir. Amma bizim xalqımıza, millətimizə düzgün maariflənmə lazımdır. Bizə şou lazım deyil. Bizə dini məsələləri götürüb şouya çevirmək, qalmaqal yaratmaq lazım deyil. Bu, təhlükəli məsələdir. Və həmin verilişdən sonra da aylarla həmin mövzu ətrafında sosial şəbəkələrdə söyüşmə, döyüşmə, təhqir etmə kampaniyaları davam edir. Kimisə hədəfə gətirirlər, kimsə sözü yarımçıq kəsilir, sonra davam eləyə bilmir və ən əsası da odur ki, bu tipli verilişlər davamlı olmur. Buna dini mövzular elə mövzulardır ki, dini mövzular iki müğənninin davası deyil ki, yarım saat ərzində orada həll edib şou yaradasan. Dini mövzular ən azı bir dəfə qoyulanda 3 saat, 4 saat davam etməlidir ki, ehtiyaclı insanlar mənəvi cəhətdən qidalana bilsinlər. Bəzən məndən müsahibə alırlar, 40 saniyəlik mənə möhlət verirlər bir mövzu haqqında. Hansı ki, onun haqqında ən azı yarım saat, 40 dəqiqə danışmaq lazımdır ki, qane edici şəkildə cəmiyyətimiz maariflənsin. Bu nə ilə bağlıdır? Onunla bağlıdır ki, həmin müsahibə alan, bu işi təşkil edənlər dini jurnalistikadan məlumatsızdırlar. Hərçənd ki, jurnalist fəaliyyəti göstərirlər, mən bu hörmətlə yanaşıram. Onları qınamıram da. Çünki həmin dövrdə, istər Sovet dövründə olsun, istər müstəqillik dövrümüzdə dini jurnalistika ixtisası olmayıbdır bizdə. O sarıda mən dünyəvi sahədə jurnalist fəaliyyəti göstərən adamların dini biliklərinin olmamasını nöqsan kimi qiymətləndirmirəm. Bu bir boşluqdur sadəcə. Ölü, yaz, qəbir məsələsindən o tərəfə keçmir bizim jurnalistlərin sualları ilahiyyatçılara çox vaxtı. Təbii ki, indi bəzi dini kitablar oxumuş adamlar müəyyən qədər bilirlər, ancaq tək dinimizi yox, bu dinləri bilməlidirlər. Ən azı Azərbaycanda olan dini konvensiyaları, dinlərin tarixini, onların ayinlərini, bayramlarını, vaxtlarını, müəyyən dini terminologiyadan məlumatlı olmalıdırlar ki, sual verəndə də həmin aktual məsələlərlə bağlı soruşsunlar. Yoxsa din yalnız ölü, qəbir və qəbir satılmaqdan ibarət deyil, ya İsa'nın dəbdəbəsinin yığışdırılmasından ibarət deyil. Bəzi ölkələrdə bu inkişaf edibdir. Hərçənd ki, dini jurnalistika olmasa da belə, cəmiyyətin geniş dini bilgiyə sahib olması səbəbilə jurnalistlər də dini cəhətdən savadlıdırlar, biliklidirlər. Məsələn, qardaş Türkiyəni burada göstərmək olar, bəzi Orta Asiya ölkələrini burada qeyd etmək olar. Ki, bir jurnalist ilahiyyatçı alimdən, professordan müsahibə götürür, sanki onu qədər həmin dini bilgilərə sahibdir. Ancaq bizdə bu belə deyil. Və bunun səbəbindən də qeyd etdiyim nöqsanlar, problemlər yaranır. Bir mövzunu qoyurlar, şou xarakterli. Çünki aparıcının, təşkilatçının dini bilgiləri o çərçivədən o tərəfə keçmir. Məhduddur. Ona görə də yadına düşdükcə və yaxud da gündəm olduqca bir mövzu bir neçə adamı çıxardıb, orada bir qalmaqal yaradıb, ondan sonra da bu məsələni tərk edirlər. Bir də 3 aydan, 4 aydan sonra yenidən həmin mövzu yada düşür, yenidən həmin qalmaqallı, özü də sırf qalmaqallı və mübahisəli məsələlərdə dəvət edib bu insanları bir debat şəklində və yaxud da bir başqa bir üsulda üzləşdirirlər. Bu, dini maarifləndirmə deyil. Bu, cəmiyyəti çaşbaş salmaqdır, cəmiyyəti çaşdırmaqdır. Bir məsələni kontekstdən çıxmış vəziyyətdə və yaxud da fikri, sözü yarımçıq şəkildə aşılanmamış kəsmək və yaxud da subyektiv şəkildə tanışlıq zəminində, qohumluq zəminində, bəzən də regionbazlıq zəminində
dini maarifləndirmə aparmaq olmaz. Bu, geniş nöqsanlara yol aça bilər. Dini və dünyəvi biliklərin vahid şəkildə tətbiq edilməsi, əsasən jurnalistika sahəsində məşğul olan adamlar, ələlxüsusda bu din mövzularına girişmiş adamlar, istər televiziyalarda olsun, istər digər media qurumlarında, saytlarda, sosial şəbəkələrdə və s. olsun, bu şəxslərin hərtərəfli maariflənməsinə, özlərinin maariflənməsinə ehtiyac var. Bu şəxslər özləri maariflənməyibsə, bunlar necə bir maarifləndirici veriliş apara bilərlər? Necə buna bir layihə hazırlaya bilərlər? Dini sahədən adamın məlumatı yoxdur. Dini bilikləri yoxdur. Dini jurnalistikanın metodologiyasını bilmir. Bu necə dini veriliş apara bilər? Necə insanları sağlam şəkildə maarifləndirə bilər? Təəssüf olsun ki, bəzən bu şəxslər qaş düzəltmək əvəzinə göz çıxardırlar. Mən hətta bəzən bu cür verilişlərdən imtina edirəm. Çünki o bizim xalqımız, cəmiyyətimiz üçün mənfi təsir bağışlayır. Bəziləri özünün şəxsi mənafeyini güdərək şəxsi populyarlığı və şəxsi tanınmağı, məşhurluğu naminə gedib həmin verilişlərdə başda əyləşirlər. Ancaq mənə bu lazım deyil. Mən sağlam dini maariflənmənin tərəfdarıyam. Tolerant şəkildə bütün dinlərin ölkəmizdəki xüsusiyyətlərini bilən insanlar lazımdır. Biz bu sahədə məşğul olduq. 25 ilə yaxındır ilahiyyat fəaliyyətimlə yanaşı, dini jurnalistika mövzusunda da sahəsində də hərçənd ki, bizdə o ixtisas olmasa da belə, ixtisaslaşdıq, fəaliyyət göstərdik, təcrübə qazandıq. Ancaq bizə heç bir imkan şərait yaradılmadı. Heç bir yer verilmədi. Əksinə problemlər yaradıldı. Yəni, ölkədə dövlət yönümlü, dövlətini sevən milli təfəkkürlü ilahiyyatçılara şərait yaradılmalıdır, problem yaradılmamalıdır. Xarici təsirlərdə olan, xaricdə təhsil almış bir çox şəxslər geniş maddi imkanlara sahibdirlər. Vaxtı ilə ola bilsin ki, elə bağlı olduqları xarici ölkələrin yaratdığı maddi şəraitdən qidalanaraq və yaxud da özlərinə burada çevrə toplayaraq sosial baza qurub, geniş bu sahələrdən bəhrələnirlər və onların geniş də imkanları var. Sosial şəbəkələrdə olsun, medialarda olsun, tanışlıq, dostluq zəminində maddi imkanları geniş olduğuna görə təbii ki, bu sahədə geniş inkişaf edir. Geniş şəraitləri var və ona görə də dövlətin nəzərdə tutduğu sağlam dini maariflənmənin əksinə, əleyhinə geniş işlər görürlər. Bizi kimilərinin fəaliyyəti də xəlbirlə çaydan su daşımağa bənzəyir ki, biz suyu doldururuq, mənzilə çatana kimi o su tökülür. Biz buradan sağlam dini maariflənmə aparırıq, təbliğat eləyirik. O tərəfdən də o şəxslər maddi resurslarına arxalanaraq tanışlıq zəminində, dostluq zəminində öz internet kanalları vasitəsilə, müxtəlif şəbəkələr vasitəsilə, müxtəlif vasitələrlə bizim apardığımız təbliğatın əleyhinə, əksinə təbliğat aparırlar. Bax, bu məsələlər ciddi məsələlərdir. Bəzən də bu sahədə diqqətsizlik göstərilir, varis-seçkilik olunur. Bəlkə də deyə bilmərəm, həmin mənsəblərə sahib olan məmurların arasında da bu cür xarici təsirlərə uymuş insanlar var, hansısa maddi mənafe sarıdan. Ki, dövlət yönümlü, dövlət-din münasibətlərinin sağlam şəkildə inkişaf etməsini prioritet götürən özünə sağlam dinşünas və ilahiyyatçılara maneçilik yaradılsın, ancaq xarici təsirlərdə olan, xarici təlim və təhsil almış insanları gətirib arasa yerləşdirək, onlara şərait yaradaq. Bu doğru deyil. Aidiyyatı qurumlar bununla bağlı məşğul olmalıdır. İnsanları küstürmək və diksindirmək olmaz. İkinci bir tərəfdən, bu dövlətə xidmət sarıdan vacibdir. Din məsələsi həssas mövzudur. Bu məsələ ilə əlaqədar həmin telekanallarda, bu vasitələrdə əgər sağlam maariflənmə və düzgün təbliğat aparılmırsa, ümumiyyətlə o verilişləri yığışdırmaq lazımdır. Dini jurnalistikadan məlumatlı və yaxud da o sahədə püxtələşmiş insanları həmin məsələlərdən, həmin sahələrdən məhrum edərək, sanki hər şey şünas kimi bu məsələlərdə önə çıxaraq, bütün dini mövzuları götürüb, qalmaqal yaratmaq, kim harda nə danışıbsa, kim harda nədə populyar olubsa, nə bilim mən hansı mövzuda qalmaqal yaradıbsa, bunları çıxardıb orada əhalini çaşbaş salmaq ki, insanlar da bilmir ki, Qurana əməl etmək lazımdır, hədisə əməl etmək lazımdır. Yəni, əgər bu mövzunu götürübsünüzsə, bu davamlı şəkildə davam etməlidir.
və bir araşdırma aparmalısınız ki, bu sahədə ixtisaslaşmış, bu sahələri bilən adamlar kimlərdir? Bunları dəvət etmək lazım. Deməli, sizin məqsədiniz yalnız və yalnız qalmaqal şou yaratmaqdır. Əvvəldə qeyd etdiyim bu müğənnilərlə bağlı olan mövzular kimi. Amma din məsələsi şou deyil. Siz bugün dini şouya çevirirsiniz və bu digər insanlarda etiraz yaradır. Müxtəlif o mühafizəkar qrupda da qızıq yaradır və siz sanki bir təxribatın təməlini qoymuş olursunuz. Ona görə bu maarifləndirilmə sağlam şəkildə aparılmalıdır, elmi şəkildə aparılmalıdır və bunun üstündə maariflənmiş dini jurnalistikadan bilikli adamlar lazımdır. Təəssüf ki, bu sahədə, bu mövzuda da heç bir bizə imkan yaradılmır. 40 saniyə müsahibə verməklə dini maarifləndirmə olmaz. Ancaq müxtəlif şoubaz insanları saatlarla çıxardıb danışdırırlar və yaxud da onlara geniş sosial baza imkan yaradılıb ki, həmin şəxslər vaxtı ilə müxtəlif ictimai birliklərə, müxtəlif layihələrə, televiziya kanallarına, saytlara və s. sahib olublar və bu gün də həmin resurslarını öz bildikləri istiqamətdə bu yanlış adını dini təbliğat, cərəyan, nə bilim mən, əqidə qoyduqları istiqaməti yaymaqla məşğuldurlar. Həmin maddi resurslarını da buna sərf etməklə məşğuldurlar. Biz də ömrümüzü elmə verdik, düzgün dini maarifləndirməyə verdik, təhsilə verdik. Elmi işlər, elmi əsərlər yazmağa verdik, axırda da bu məsələlərdə çıxdaş edildik. Və bu da həmin qeyd etdiyim təbəqənin əlinə bir dəstavuz verdi ki, bugün bizi nümunə göstərsinlər ki, budur, sizə bu cür qiymət verdilər. Təqdimat olunur, jurnalistika fəaliyyətinlə məşğul olan insanlara, bəzən də məşğul olmayan insanlara, kimisə tanışlıq zəminində və yaxud da ki, həvəskar, peşəkar olmayan, həvəskar jurnalist ünvanı ilə təqdim olunan adamlara təltiflər verilir, medallar verilir və yaxud da ki, önə çəkilir. Ancaq bu din sahəsinə bu cür biganə yanaşmaq, dini jurnalistika ixtisasının olmaması bir yana. Yaxşı, bu sahə ilə bu ixtisasın olmadığı halda puxtələşmiş, peşəkarlaşmış, təcrübəli insanlara qiymətin verilməməsi nə ilə əlaqədardır? Bu qətiyyən doğru məsələ deyil. Məsələ hansısa təltifdən və yaxud da nəsə ummaqdan getmir, diqqətdən gedir və eyni zamanda dövlətimizə lazım olan sağlam din-dövlət münasibətlərinin tolerantlığımızın inkişafı naminə görülən işlərə verilən töhvədən gedir ki, bu insanlar da töhvə verə bilər. Bəzi məmurlarımız dindən çox məlumatsızdırlar. Bəziləri otaqlarında Quran saxlasalar da kəlmə şəhadətlərini bilə bilmirlər. Əslində, bu dini jurnalistika ixtisasının olması həmin şəxslərin də maariflənməsini labüdləşdirir. Dini bir çıxdaş hesab edirlər. Doğrudur, din dövlətdən ayrıdır. Ancaq bu demək deyil ki, hamı dinsiz olmalıdır. Ən azı dindən məlumatlı olmalıdır insanlar. Cəmiyyətimizin, məmurlarımızın bu dərəcədə dindən bixəbər olduğu bir təqdirdə orta məktəblərdə dini təhsildən və yaxud da maariflənmədən söhbət gedir. Əgər o məktəbin direktoru kəlmə şəhadətini bilmirsə, orada hansı dini təhsil və tədris, hansı fən tədris oluna bilər? Bu ayrıqlaşdıra bilməyəcəksə, əgər hansısa bir problem nöqsan yarananda ki, burada kim haqlıdır, kim haqsızdır və yaxud da hansı şəxs düzgün burada maarifləndirmə aparır, hansı mütəxəssis düzgün aparmır. Bunun üçün də bu qeyd etdiyim məsələlər lazımdır. Bugün əsas resurs, əsas vasitə dini təbliğat üçün sağlam, mütədil, dini maarifləndirmə üçün bu media vasitələridir. Media vasitələrində də bax, bu cür qeyd etdiyim nöqsanlar, boşluqlar var. Mən o jurnalistləri, o aparıcıları, o layihə rəhbərlərini qınamıram. Onlar bəlkə də ayırt edə bilmir ki, bu məsələdə filan kəs daha çox məlumatlıdır, yaxud da ki, digəri. Çünki onların dini jurnalistika və dini bilgi sahəsindən bilgiləri məhduddur. Və bunun üçün əlavə bir kurs təşkil olunmalıdır ki, dini veriliş aparan şəxslər, bu layihələri təqdim edən şəxslər həmin sahədə maariflənsinlər. Bu İlahiyyat İnstitutunun tərkibində məsələn ola bilər. Madam bizi kimi insanlara yer verilmirsə əgər, bu sahədə ki, mən jurnalistlər birliyinin üzvü olaraq tutaq ki, şəxsən özümün nümunə çəkirəm, 2 qəzetin baş redaktoru və təsisçisi olaraq öz şəxsi vəsaitim hesabına qəzet nəşr etmiş, 30-dan çox da mətbuat orqanında müxtəlif vəzifələrdə çalışmış, müxtəlif sahələrdə fəaliyyət göstərmiş bir insan olaraq, bir jurnalist olaraq mən bunu özümün nümunə çəkirəm. Madam ki, bizi kimi insanlara
yer verilmir, dəyər verilmir, qiymət verilmir. Yəni onda heç olmasa bu kurslar təşkil olunsun ki, kadrlar yetişsin. Mənim bu narahatlığım mənim özümə görə deyil. Bizim cəmiyyətimizin, bizim əhalimizin bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır. Çünki həmin verilişlər qaş düzəltmək əvəzinə göz çıxartmağa xidmət edir. Bəziləri şablon və bayağıdır, açıq deyəcəm. Mən kanal adları da çəkmirəm, ehtiyac olsa çəkə də bilərəm. Şablon və bayağıdır. Bu, aktual dini mövzulara aidiyyatı olmayan bir məsələlərdir. O da tanışlıq və necə deyərlər, müxtəlif maraqlar çərçivəsində ora qonaqlar dəvət olunur. Digəri də öz şəxsi zövqünə uyğun olaraq adamlar dəvət edir və bəzən də heç dinə aidiyyatı olmayan, bu da ki, bir dini camiyyədə bir etiraza səbəb olur. Və burada öz şəxsi zövqünə və həvəsinə uyğun olaraq bir veriliş tərtib edib aparır. Bir başqası da 40 saniyəlik müsahibə götürür ki, bunu da cavab verirsən, ondan sonra da yenidən böyük bir kontekstdən çıxardılır, bir qalmaqal yaranır cəmiyyətdə. Ki, nədir bunlar? Şouya xidmət edir. Din məsələsi şou deyil. Əgər buna maddi imkanınız yoxsa, təbii ki, bu kanallar ödənişlidir filandır. Əgər buna bir resurs imkan yoxsa, ümumiyyətlə bu mövzuya toxunmamaq lazımdır. Toxunub bir mövzunu ortaya atıp sonra da yarımçıq kəsmək, onu qısa bir müddətdə yekunlaşdırmaq sanki harasa bir kibrit çəkib aralaşmaq kimi bir şeydir. Düzgün məsələ deyil bunlar. Burada geniş boşluqlar var, çox ciddi problemlər var. Bizim bu məsələləri çıxış edib açıqlamaq, cəmiyyətə çatdırmaq imkanlarımız olmadığı üçün mən burada məcburam ki, öz məhdud deyək ki, şəraitimdə bu fikirləri bildirəm ki, bəlkə bununla bağlı düşünələr.